Sonra İmam Əhməd rahimehullah 3-cü qismi qeyd edir. Deyir ki: "Və men laqiyahu musirran gayra taibin min az-zunubi allati qad istawjaba biha al-uquba." 3-cü qism kimdir? O kəs ki, cəzaya və ya əzaba haqq qazandıracaq bir günahı işləyib, tövbə etməyib və o günah üzərində israr edib və bu cürdə Allaha qovuşub. 3-cü qism. Fəəmruhu ilallah. Onun işi qalıb Allaha. İnşəə əzzəbə və inşəə qəfərələh. İstəsə bağışlayar və istəsə ona əzab edər. Və ona görə bir hədisdə Peyğəmbər qeyd edilir ki, Allah Rasulü sahabələrə dedi ki, mənə beyyət edin ki, Allahdan başqasına ibadət etməyəcəksiniz. Bunun üzərinə mənə beyyət edin. Zina etməyəcəksiniz. Bunun üzərinə mənə beyyət edin. Oğurluq etməyəcəksiniz. Bunun üzərinə mənə beyyət edin. Kim əhdinə vəfalı olsa əcri Allahadır. Yəni bu asiliklərə mübtəla olmasa. Lakin kim bu asiliklərdən birinə mübtəla olsa və ona hədd cəzası tətbiq olunsa, bu onun günahının kəfarəsidir. Kim də hədd cəzası ona tətbiq olunmasa və Allah onun o günahını insanlardan gizləsə, çünki insan ola bilsin günah edir, insanlar bilmir. Və hədd cəzası da tətbiq olunmayıb və tövbə də etməyib. Allah Rasulü aleyhissalatü vesselam buyurur ki, hədisdə onun işi qalıb Allaha. İstəsə onu bağışlayar, istəsə əzab edər. Və bu bizimlə xavarizlər arasında, Mu'təzilə arasında olan fərqlərdəndir.